Bismillahirrahmanirrahim. İnsanı dəhşətə gətirən ayələr. İnnel mücrimîne fî azâbi cehenneme xâlidûn. La yufetteru anhum ve hum fîhî mublisun. Şübhəsiz ki, günahkarlar əbədi olaraq cəhənnəm əzabı içində qalacaqlar. Onların əzabı yüngülləşdirilməyəcək və onlar orada naümid qalacaqlar. وَمَا ظَلَمْنَاهُمْ وَلَكِنْ كَانُوا هُمُ الظَّالِمِينَ وَنَادَوْا يَا مَالِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ قَالَ إِنَّكُمْ مَاكِثُونَ لَقَدْ جِئْنَاكُمْ بِالْحَقِّ وَلَكِنَّ أَكْثَرَكُمْ لِلْحَقِّ كَارِهُونَ Biz onlara zülm etmədik, lakin onlar özləri zalim idilər. Onlar cəhənnəm gözətçisini çağırıb deyəcəklər: Ey Malik, qoy Rəbbin canımızı alıb qurtarsın. O isə siz burada əbədi qalacaqsınız deyəcək. Biz sizə haqqı təqdim etdik, lakin çoxunuz haqqı xoşlamırdı. Ez-Zuhruf surəsi 74-78-ci ayələr. Bizi izləyin.